Gözləntilər. Ailəni azadlığın qənimi kimi təqdim edən zarafatlardan çox eşitmisiniz yəqin. Xüsusilə gənc oğlanlar yeni evlənən dostları ilə belə zarafat etməyi xoşlayırlar. Belə zarafatlar, əsərlər və filmlər nə qədər gülməli olsa da, şuurumuzun dərin qatlarında ailə barədə mənfi və yanlış yanaşma, stereotip və gözlənti formalaşdırır. Evliliyin ilk zamanlarında yaranan bir çox problemlər də elə həmin yanlış stereotip və gözləntilərdən doğur. Bəziləri üçün ev bir mehmanxana kimi işdən sonra istirahət yerinə çevrilir. Bəziləri gec evlənirlər ki, doyunca sultanlıq sayılan subaylığın keyfini çıxarsınlar. Bəziləri həyat yoldaşı seçəndə merkantil hədəflər güdürlər. Ailəyə özünü göstərmək, başqaları yanında lovalanmaq, şəxsi mənfəət əldə etmək vasitəsi kimi baxırlar. Lakin ən mühüm problemlərdən biri qarşı tərəfdən yanlış gözləntidə olmaqdadır. Əksər hallarda qarşı tərəfdən reallıqla uzlaşmayan şeylər gözləyirik. Məsələn, bəylər dostlarından umduğu davranışı xanımlardan gözləyir. Xanımın tam fərqli psixologiyaya sahib olduğunu nəzərə almırlar. Xanımlar da gənc oğlanları ideallaşdırır, romantik xəyallara dalır, reallıq hissini itirməyə meyllənirlər. Hərçənd daha öncə vurğulandığı kimi, ailə iki fərqli və ziddiyyətli insan tipinin ittifaqıdır. Ailə həyatının şirin və acı tərəflərinin olması buna görədir. Bu şirin və acı hadisələrdən insan öz fərdi təkamülü üçün istifadə etməlidir. Kişi və qadın bir-birini tamamlamaqla kamilləşir. Şəxsiyyət kimi dolğunlaşır. Ona görə də həyat yoldaşı seçimi göründüyü qədər mühüm deyil. Öz xasiyyətinə uyğun həyat yoldaşı tapmaq mümkün deyil çünki. Hər nə qədər diqqətlə seçim edilsə də, seçim hər kimin üzərində dayansa da, xasiyyət uyğunsuzluğu qaçılmazdır. Yox, əgər öz standartlarımıza uyğun, başqa sözlə, özümüzə mühiti bir həyat yoldaşı axtarırıqsa, bu bizim içimizdə bir fironun yatdığından xəbər verir. Ona görə də əbəs yerə başqasını özünə uyğunlaşdırmaq və ya yalnız öz meyarlarına cavab verən insan axtarmaqdansa, öz içimizdəki bu tiranla mübarizə aparmaq daha yaxşıdır. Ailə də elə bunun üçündür. Öz nöqsanlarını görmək və onları aradan qaldırmaq. Hətta bütün gözləntilərə cavab verən bir insanla evlənənlər belə öz üzərlərində çalışmasalar, tez bezib ailədən soyuyacaqlar. İçindəki yırtıcını ram edə bilməyən ailəsini tərk edib başqa bir yırtıcı ilə yaşayacaq. Necə deyərlər, qurdun öhdəsindən qurd gələr. Ailə üzvləri bir-birinin güzgüsüdür. Bu güzgüyə baxıb özünü düzəltməklə, konfliktləri həll etməklə xoşbəxt olmaq mümkündür. Xoşbəxtlik kiminsə bəxtinə düşən pay deyil, insanın öz əlləri ilə yavaş-yavaş qurduğu bir haldır. Bəzən biz din xadimlərinə şikayət edirlər ki, qarşı tərəflə fikir ayrılığımız var. Fikir ayrılığı olmalıdır. Axı qarşı tərəf bir şəxsiyyətdir, müstəqil fikir sahibidir. Bundan gileylənmək deyil, bunu təbii qarşılamaq lazımdır. Elə bu fikir ayrılıqlarını həll etməklə, ortaq məxrəc tapmaqla ailə idarə olunur. Ailə bir idman zalına bənzəyir. İstirahət etmək üçün getdiyimiz kurorta deyil, məhz məşq etdiyimiz idman zalına. Çətinliyin verdiyi zövqü başqa heç nə verə bilməz. Özünlə eyni xasiyyətdə olan adamla yaşamağın nə zövqü olar, nə marağı olar. İnsan evlənmək xatirinə evlənmir. Evlilikdən məqsəd hətta nəsil artımı və ya fizioloji ehtiyacların ödənməsi də deyil. Bütün bunlar üçün ailəyə zaten ehtiyac da yoxdur. Ailə nə egoizmini doyurmaq üçün, nə də özünü unudub başqalarına xidmət etmək üçün qurulur.
İnsan ona görə evlənməlidir ki, həm özünün, həm də digər ailə üzvlərinin maraqlarına xidmət etsin. Bu isə yalnız fövqəlbəşəri amallar sayəsində mümkündür. Yaradılış hədəfi kitabında ali hədəf üçün yaşamaq haqqında geniş yazmışıq. Varlıq aləmini vəhdətdən çoxluğa uzanan bir struktur kimi təsəvvür etsək, görərik ki, bütün çoxsaylı istəklərimizin arxasında azsaylı tələbatlar dayanır. Həmin azsaylı tələbatlar isə varlığın mənşəyi olan Allaha ehtiyacdan doğur. Elə həyat da insanın çoxluq aləmindən vəhdət aləminə hərəkəti kimi təsəvvür olunmalıdır. Çoxsaylı istəklər arasında daxilən parçalanmamaq, istəklərini nizamlayıb dərin tələbatlarını kəşf etmək üçün insan birbaşa olaraq varlığın mənşəyinə bağlanmalıdır. Yalnız bu zaman onun ziddiyyətli istək və tələbatları nizama düşər və təmin olunar. Əks təqdirdə insan çoxsaylı istəklər arasında seçim etməyə, bir istəyini digərinə qurban verməyə məhkum olacaq. Nəticədə həyata keçməyən arzularla yaşayıb özünü bədbəxt hiss edərək bu həyatla vidalaşar. Ailə həyatı da istisna deyil. Ailə daxilində ziddiyyətlər münaqişəyə çevrilməsin deyə bu ziddiyyətlər təsbehin dənələri kimi ilahi hədəflər sapına düzmək lazımdır. Yalnız bu vaxt həm öz, həm də digər ailə üzvlərinin maddi-mənəvi ehtiyaclarını ödəmək mümkün ola bilər. Ona görə də ailə mövzusuna bu qədər önəm verdiyi halda Quran ailəni oyuncaq adlandırır. 1924-32-ci illərdə Elton Mayon'un rəhbərliyi altında ABŞ-da yerləşən Western Electric şirkətində silsilə eksperimentlər aparılmışdı. Şirkət rəhbərliyi işçilərin əmək məhsuldarlığından şikayət edərək alimləri vəziyyəti araşdırmağa çağırırlar. Alimlər işçiləri iki qrupa bölürlər. Birinci qrup eksperimentdə iştirak edir, digər qrup isə köhnə qayda ilə işləyirdi. Eksperimentdə iştirak edən qrupun əmək şəraitini tədricən yaxşılaşdırmağa başladılar və onların əmək məhsuldarlığı artdı. Sonra isə həmin qrupu köhnə şəraitə qaytardılar. Amma əmək məhsuldarlığı əvvəlki səviyyəyə düşmədi. Maraqlısı budur ki, eksperimentdə iştirak etməyən qrupun da əmək məhsuldarlığı artmağa başladı. Bəlli oldu ki, əməyin məhsuldarlığı iş şəraitindən daha çox işçilərin hansısa oyunun mühüm oyuncuları olduqlarını bilməklə bağlı idi. Yəni onlar diqqət mərkəzində olduqları, özlərini mühüm saydıqları üçün əmək şəraitinə baxmayaraq daha yaxşı işləyirdilər. Bu nəticələri ailə həyatına tətbiq etsək görərik ki, bu baxımdan ailə bir oyun, maraqlı təcrübə kimi qavranıldıqda daha keyfiyyətli və məhsuldar olur. İnsanın diqqəti şəraitə deyil, oyunun özünə yönəlir. Özü də Yaradanın diqqət mərkəzində olan bir oyunun. Əgər bundan başqa yol olsaydı, romantik mövzuda çoxlu filmlər çəkən, əsərlər yazan ölkələrdə sevgi anlayışı ehtirasla əvəz olunmazdı. Məhəbbət mövzusunda Allah'a çıxsaq, yerdə yalnız ehtirası təmin etmək üçün ötəri romantik münasibətlər, həvəslər qalacaq. Buna işarə olaraq, ailə münasibətləri haqqında bir ayə, Allah bir sinədə iki qəlb yaratmayıb cümləsi ilə başlayır. Əhzab surəsi 4. İnsanın bir qəlbi var, onu parçalamaq qeyri-mümkündür. O yalnız bir hədəfə bağlana, bir eşqlə dolub daşa və o eşqin işığında ziddiyyətləri vəhdətə çevirə bilər.